Xanımlar və bəylər, başlayırıq bundan öncə keçdiyimiz mövzuları ümumiləşdirməyə. Deməli, bizim sizinlə ilk keçdiyimiz mövzu leksikologiya mövzusuydu. Leksikologiya mövzusuna biz niyə baxırıq və ümumiyyətlə bu bizə niyə lazımdır? Bu zamana qədər artıq bəli sınaqlar işləmisiniz, dinləmələrə baxmısınız, qrammatika sualları ilə tanış olmusunuz. Azdan çoxdan artıq imtahan prosesi ilə bağlı məlumatınız var. Və əgər həmin o mətnləri oxuyub düzgün cavablandırmaq istəyiriksə, dinləməni yaxşı başa düşmək istəyiriksə və qrammatika suallarında da bizim suallarımızın çox sayı 5 sualdırsa onun bir çoxu tərcüməyə əsaslanan suallardır, paronim suallarıdır, həqiqi məcazi mənadır. Bütün bunların hamısı da leksikologiyadır. Yəni nəyə gətirirəm məsələni? Əgər imtahanı yaxşı vermək istəyiriksə, bizim hər şeydən öncə söz bazamız yaxşı olmalıdır. Leksikologiya ümumiyyətlə nədir? Dilin lüğət tərkibindən bəhs edən bir bölmədir. Əgər biz leksikologiya mövzusuna ayrılıqda baxacağıqsa, birinci baxmalı olduğumuz məsələ həqiqi və məcazi mənadır. Baxın, yuxarıda sizin üçün qeyd etmişəm, прямое и переносное значение. Прямое həqiqi mənadır, переносное isə məcazi məna. Düşünürəm ki, Azərbaycan dilindən həqiqi və məcazi məna haqqında sizin məlumatınız var. Eyni məsələ də rus dilinə aiddir. Sadəcə həqiqi və məcazi məna sualları bizim qarşımıza fərqli formatlarda çıxa bilər. İndi siz artıq bəzi sınaqları işləmisiniz, orada formatları görmüsünüz də, model sualları görmüsünüz. Məsəl üçün deyirəm, söz birləşməsi olaraq qarşımıza çıxa bilər. Cümlənin içərisində fərqləndirilmiş söz birləşməsi olaraq qarşımıza çıxa bilər və yaxud da sadəcə cümlə olaraq da bizə verilə bilər və bizdən cümlədə həqiqi və yaxud da məcazi mənada istifadə olunan söz birləşməsi var, yoxsa yoxdur. Onu tapmağımızı da tələb edə bilər. Həmin o suallarla prosesdə yenə tanış olacağıq. Mən bir dəfə də sizə izah edəcəm. Amma ümumi belə yadda saxlayın. Əgər bizim qarşımıza həqiqi və məcazi mənadan sual düşürsə, sizinlə axtarmalı olduğumuz bir birləşmələr var. Fe'l və ismin uzlaşmasında biz həqiqi məcazi mənanı axtarmalıyıq və yaxud da sifət və ismin uzlaşmasında axtarmalıyıq. Məsəl üçün orada da sizə primer olaraq gətirmişəm. Zолотой браслет, qızıl bilərzik, zолотые руки, qızıl əllər və yaxud da aşağısında İdiot человек, insan gedir, idет время, zaman gedir. İtçi fe'limizdə Azərbaycan dilinə gedib gəlmək deyə tərcümə olunur və sadəcə ayaq açıb gəzmək mənasında istifadə olunarsa, həqiqi məna hesab olunur. Məsəl üçün, burada var idет время, zaman gedir. Zaman bilirsiniz ki, ayaq açıb gəzə bilməz və yaxud da idет proses, idет урок. Yəni ki, həqiqi və məcazi mənada istifadəsini mən hardan başa düşürəm? Sadəcə kontekstə uyğun olaraq belirləyirəm ki, həqiqi mənadır, yoxsa məcazi mənadır. İkinci nüans olaraq burada bizim sinonimlərimiz var. Bu arada sinonimləri də mən sizə bunları bil deyə bir dokument göndərmişdim. Həmin o dokumentin içərisində o var. Kimdə yoxdursa mənə yazsın. Əlavə olaraq da material qrupuna yenə yönləndirərəm. Həmin o materialın içərisində sizə sinonimləri də qeyd etmişəm. Eyni şəkildə antonimləri də qeyd etmişəm. Deməli, əgər sinonimlərin və antonimlərin nə olduğuna baxsaq, düşünürəm ki, aramızda çoxumuz bunları bilirik. Ki, sinonimlər yaxın mənalı sözlərdir, antonimlər isə əks mənalı sözlərdir. Sadəcə, burada bir nüans var ki, hansına ki, siz diqqət yetirməlisiniz. Sinonim və antonim əgər seçməyimizi tələb edirsə, baxın, bu bizim qrammatika sualımız da ola bilər. Yəni ki, qrammatika sualları arasında da, məsəl üçün, deyə bilər ki, укажите синонимы. Bəzən укажите синонимы qeyd etmir, deyir, укажите близкие по значению слова. Eyni şeydir. Və yaxud da yaza bilər ki, укажите антонимы, ya da ki, yazır ki, укажите противоположные по значению слова, yenə eyni şeydir. Sinonim və antonim seçərkən, yəni ki, sözün mənasından savayı olaraq nitq hissəsinə də diqqət yetirməlisiniz. Yəni, sinonimlər və antonimlər fərqli nitq hissələrinə aid ola bilməz. Məsəl üçün deyirəm, orada sizin üçün bir söz qeyd etmişəm, сражаться, vuruşmaq deyə tərcümə olunur da. Əgər onun sinonimlərinə fikir versəz, воевать, драться, бороться, биться, hamısı fe'ldir. Yəni, fe'lə sinonim, antonim axtarırsınızsa, fe'l axtarmalısınız. Və yaxud da ikinci olaraq svoboda, onun sinonimlərini qeyd etmişəm, voля, независимость. Fikir versiniz, hamısı isimdir. Yəni, əgər isim üçün sinonim, antonim seçirsinizsə, isim olmalıdır. Fe'l üçün seçirsinizsə, fe'l olmalıdır. İsim üçün, sifət üçün seçirsinizsə, sifət olmalıdır. Altını çizərək təkrarlayıram. Fərqli nitq hissələri sinonimlər və yaxud da antonim ola bilməzlər. Bu bir. İkinci olaraq bayaq da dedim, sinonim və antonim bizim qarşımıza bir qrammatika sualı olaraq çıxa bilər. İkinci də
necə deyim, mətnin içərisindən məsəl üçün hər hansısa bir söz fərqləndirilə bilir. Məsəl üçün deyirəm, mətndə tutalım deyirəm ki, var svoboda sözü. Svoboda sözü sizin üçün fərqləndirilir və aşağıda mətn suallarında onun sinonimini, antonimini və yaxud da açıqlamasını tapmağını sizdən tələb edə bilər. Ona görə sizə göndərdiyim sinonimləri və antonimləri həm söz bazası olaraq, həm də imtahanı daha yaxşı vermək üçün yadda saxlaya bilərsiniz. Bura qədər aydın olmayan nəsə var? Nəsə sualınız? Xeyr. Hər şey aydındır. Все понятно. Хорошо, отлично. İndi isə keçirəm tələbələrimizin yaralı yeri olan paronim məsələsinə. Niyə yaralı yerdir? Çünki normalda qrammatikada bu mövzu o qədər də belə açıq şəkildə baxılmır. Məsəl üçün sinonimlər, antonimlər, amonimlər əgər bizə həm teorik olaraq, yəni nəzəri olaraq, həm də belə tanış mövzudursa, paronimlər bizə biraz tanış mövzu deyil. Daha çox dilçilər bunların nə olduğunu bilir. Mən sizə ümumi belə deyim. Deməli, xanımlar və bəylər, paronimlər yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərdir. Məsəl üçün, baxın, sizdə orada primer olaraq göstərmişəm. Umный, umственный, старый, старинный. Məsəl üçün, əgər biz sizin o birinci sözümüzə baxsaq, umный. Açıqlamasını da qeyd etmişəm. Обладающий умом. Yəni, Azərbaycan dilinə ağıllı deyə tərcümə olunur. İkinci bir söz olaraq umственный. Bu artıq zehni və əqli prosesə aid olan deyə tərcümə olunur. Yəni əgər fikir versəz kökü eynidir, yazıda, tələffüzdə oxşuyurlar bir-birlərinə, amma istifadə olaraq da, leksik məna olaraq da fərqlidir. Və yaxud da starый var, hansı ki Azərbaycan dilinə köhnə deyə tərcümə olunur. Bəzi kontekst içərisində qoca deyə də tərcümə oluna bilər, amma starinный Azərbaycan dilinə qədimi deyə tərcümə olunur. Yəni ki, danışıqda çox tez-tez qarışdırılan sözlərdir. Və yaxud da sizin də indi artıq sınaqlar və testlər işləmisinizsə, qarşınıza paronimlər çox çıxıb. Deməli, təkrarlayıram paronimlərin nə olduğunu. Yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərdir. Altını çizirəm, eyni deyillər. Sadəcə, yəni ki, yazışı və tələffüzü eyni deyil. Yazışı və tələffüzü eyni olanlar amonimdir. Bunlar sadəcə və yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyurlar. Mənaca isə fərqli olan sözlərimizdir. Deməli, əgər paronimlərimiz, baxın, mən sizə kitabda paronimlər, hardasa 200-ə yaxın paronimlər qeyd etmişəm. Bundan əlavə olaraq sınaqda çıxan paronimlər var bizim. Məsəl üçün, sınaqlarda qarşımıza çıxır. Hansılar ki, kitabın içərisində yoxdur, onları mən sizə deyirəm. Prosesdə mənim sizə dediyim paronimlər olacaq. Amma ümumiləşdirmək üçün və paronimləri daha yaxşı yadda saxlamaq üçün bizim sizinlə bir sonluqla, daha doğrusu şəkilçilərimiz var idi. Xatırlayırıq həmin o şəkilçiləri, hansı şəkilçilər bizə biraz kömək olurdu ki, başa düşək ki, məsəl üçün bu paronim hansı mənada istifadə olunur və yaxud da digər paronim hansı mənada istifadə olunur. İndi xanımlar və bəylər, gəlirəm paronimlərin şəkilçi məsələsinə. Baxın, mən öncədən deyirəm sizə, bu şəkilçiləri əslində deməkdə məqsədim paronimləri öyrənməməyiniz üçün deyil. Sadəcə bizim bir-birlərinə, yəni necə deyim, məna olaraq oxşar paronimlərimiz var ki, hansıları ki o sözlər də bir-birinə oxşar həmin bu şəkilçilərimiz edir də. Yəni ki, bu şəkilçilər, məsəl üçün imtahanda hər hansı paronim qarşınıza çıxdı, tərcüməsini unutmusunuz. Əgər bu şəkilçilər orada varsa, ən azından tərcüməni bilməsəniz belə, paronim unutmuş olsaz belə, ən azından nə bildirdiklərini öyrənə bilərsiniz də. Paronim sualları bizim qarşımıza necə çıxır bilirsiniz. Baxın, nitq səhvi olaraq qarşımıza çıxa bilər və yaxud da mötərizəli suallar yadınızdadır. Mötərizə içərisində mənə 2 dənə paronim verilir, biri seçilmiş söz olur. Baxın, bunların ən azından o paronimlərin arasından hər hansı bir sözü biz artıq bilmiş olacağıq da, düzdür? Bununla işin içərisindən çıxmağınız üçün mən sizə bu paronimlərin şəkilçilərini izah edirəm. Bu o demək deyil ki, siz onları öyrənməli deyilsiniz. İndi bizim paronimimizin 1, 2, 3, 4, 5, 6, 7, belə deyim də sizə. Bir harca 5-6 şəkilçimiz var ki, hansılar ki bizi işin içərisindən çıxara bilərlər. Birincisi SK sufiksidir. Çox tez-tez çıxır qarşımıza diplomatichный, diplomaticheский, pedagogичный, pedagogический, akademичный, akademический. Görürsünüz SK. Deməli bu SK varsa əgər bir paronimdə, deməli həmin o paronim, deməli həmin o söz belə deyək də, ümumiyyətlə o SK sufiksi
mənsubiyyəti bildirir. Hər hansısa bir əşyanın, hər hansısa bir predmetin həmin o sözə aid olduğunu bildirir. Məsəl üçün, baxın, sizə burada 2 dənə söz qeyd olunub. Baxın, primer hissəsində вражеский, məsəl üçün, deyə bir söz var. Paronim olaraq qarşınıza çıxa bilər враждебный, bir də вражеский. Вражеский sözündə nə var? Nə sufiksiniz, nə şəkilçimiz var? sk var, düzdür? Görürsünüz, вражеский-də sk var. Açıqlamasında qeyd olunub. Такой, который принадлежит, относится врагу. Deməli, вражеский sözümüz hansı sözdən götürülüb? Vrag sözündən götürülüb, düşmən deyə tərcümə olunur. Deməli, sufiksdə, daha doğrusu sözün özündə də sk var, вражеский. Deməli, necə tərcümə olunacaq? Düşmənə aid olan, düşmənə mənsub olan. Deyirəm, məsəl üçün, вражеский post, yəni düşmənin postu mənasında. Ümumləşdirirəm, sk mənsubiyyəti bildirir. İkinci olaraq gəlirəm çivliv məsələsinə. Çivliv daha çox canlılara aid olur və çox zamanda insanı və yaxud da insan xarakterini bildirir. Məsəl üçün, orada qeyd olunub удачливый, доверчивый, влюбчивый. Çivliv canlılara aid olur, insan xarakterini bildirir daha çox. Amma orada mötərizədə görürsünüz, дождливый sözü qeyd olunub. Дождливый yağışlı deyə tərcümə olunur. Amma bu, necə deyim, canlıları bildirmir. Ona görə də daha doğrusu ikinci şəkilçimizdə belə yadda saxlayırsınız. Çivliv insanı, insan xarakterini bildirir daha çox və canlılara aiddir. Дождливый sözündən başqa. Bu arada дождливый sözünün də bir paronimi var. Дождевой və дождливый. Fərqini kim xatırlayır? Kimin yadındadır? Biri yağışlıdır. Aha, hansıdır yağışlı? Дождливый yağışlıdır. Aha, bəs дождевой? Digəri isə yağış üçündür. Yağış üçün, yağış, məsələn, çətir deyə bilərik də. Da. Bir yağış üçün, bəli, bir yağış üçün düz deyiriz. Baxın, ümumləşdirirəm. Дождливый yağışlıdır. Дождевой bir yağış üçün, məsəl üçün deyirik, дождевой зонтик deyirik. Yəni yağışdan qorunmaq üçün istifadə olunur. Bir də yağışdan sonra yaranan da. Məsəl üçün deyirəm дождевая лужа. Yəni yağışdan sonra yaranan gölməçə mənasında. Aydındır? İkisi də ola bilər. Daha sonra xanım, olar bir sual deyim. Da, конечно. İndi bu şəkilçilər olan sözləri biz paronim kimi götürürük, yoxsa götürmürük? Yəni bu şəkilçiləri görəndə götürürük. Deməli paronimdir. Yox, belə deyim də sizə. Məsəl üçün tutalım deyirəm ki, elə sözlər var ki, onlarda bu çivliv ola bilər, amma sözün paronimi olmaya bilər. Bir dəfə test eləmişdi. Bu şəkilçilər var idi, amma onu götürmədik biz. Yəni təkrarlayıram. Yəni ki, bu şəkilçilər sadəcə məna bildirir. Sözlərin paronim olduğunu bildirmirlər. Sadəcə məna bildirir ki, çivliv varsa bunu insana aid elə. Bunun paronimlə əslində bir əlaqəsi yoxdur. Sadəcə paronimlərin içərisində siz fərqləndirə biləsiniz deyə mən sizə bunu demişəm. Məsəl üçün, bizim o qədər həmin bu şəkilçilərlə olan sözlərimiz var ki, sadəcə sözün paronimi yoxdur. Necə deyim, söz tək bir dənə budur, mənası da budur. Yəni bu sözün paronimi olmaya bilər də, aydındır. Belə bir məsələ ola bilər. Onu da bu bizi çaşdıra bilər də, əsas odur ki, sözün mənasını bilək. Bəli, yəni ki, bu sizə sözün paronimi olub olmadığını deyil, sadəcə sözün mənasının açarını verir. Başa düşdüm. Üçüncü olaraq ist deyə bir paronimimiz var. Məsəl üçün, yadınızda da balotistı sözünə baxmışdıq və yaxud da glinisti sözünə baxmışdıq. Yadda saxlayın, bu ist nəyinsə çox olduğunu bildirir. Məsəl üçün, mən deyirəm glinisti bereg. Deyirəm balotistı les. Fainka, можешь, пожалуйста. Glinisti bereg deyirəm, balotistı les deyirəm, правильно? Yəni, həmin o ist nəyi bildirir? Çoxluğu bildirir. Glinisti bereg dediyim zaman gili çox olan sahili nəzərdə tuturam. Və yaxud da balotisti les dediyim zaman bataqlığın çox olduğu meşəni nəzərdə tuturam. Yəni ist çoxluğu bildirir. Daha sonra an, yan, in sufiksləri daha çox materialı bildirirlər. Məsəl üçün, glinisti sözünün paronimi olaraq bizdə var glinenli. Glinenli bildiyimiz şeydən hazırlanmış, gildən hazırlanmış deyə istifadə olunur. Və yaxud da serebrenli, например, var. Serebrenli nədir? Gümüşdən hazırlanmışdır. Və yaxud da derevyanli, например, nədir? Ağacdan hazırlanmış. Yəni, in, an, yan nəyi bildirir? Daha çox materialı bildirir. Spasibo. Aydındır. Bir də burada axırıncı 3 dənə var. Məsəl üçün, izm var, yen, yenənə var.
Bunlar əslində bizim qarşımıza çıxmır deyə mən sizə izah etmirəm. Ona görə, məsəl üçün, izm daha çox bilirsiniz nəyi bildirir? Elmə aid olan, məsəl üçün, baxın orada gumanizm sözü qeyd olunub. Bu isimdir deyə bizim qarşımıza çox çıxmır deyə mən sizə izah etmirəm. Amma məsəl üçün, bizim 2 dənə paronimimiz var. Gumanный, bir də gumanitarный. Görürsünüz, isim deyil də, sifətdir. Siz mənə deyin görüm, gumanный və gumanitarный nə deməkdir, necə tərcümə olunur? Fərqi nədir? Gumanный, gumanitarный. Разница какая? Biri humanist deməkdir, biri də humanitar. Bəli, bəli. Baxın, Humanist insana aiddir. Bəli. Gumanный ilə bildiyimiz insani deyə tərcümə olunur. Хорошо? Gumanный bildiyimiz insani. Человечный, так скажем, да? А вот гуманитарный, например, mən deyə bilərəm гуманитарная помощь. Deyə bilərəm гуманитарный науки. Bildiyimiz humanitar sözündən götürülüb. Aydındır? Baxın, bunların ikisinin fərqi budur. Bu şəkilçiləri də yadda saxlamaqla siz, necə deyim, məsəl üçün, hər hansısa bir paronim qarşısında çıxıb da tərcüməsini əgər unutmuş olsanız, sizə sadəcə nəyin nə bildirdiyini göstərə bilər. Amma yenə də bu o demək deyil ki, biz paronimləri oxumalı deyilik. Hər şeydən öncə, nitq hissələrinə keçməmişdən öncə sizə bir məsələni izah edim ki, imtahanda artıq neçə ildir ayrı şəkildə nəzəri suallarımız yoxdur, xanımlar, bəylər. Mən ayrı şəkildə nəzəri sual yoxdur deyəndə nəyi nəzərdə tuturam? Yəni, məsəl üçün, sizə sözlər verilib, ay mənə isim göstər, sifət göstər və yaxud da başqa bir nitq hissəsinə aid olan sözü bildir. Belə bir şey artıq yoxdur və yaxud da sifətin sonluğunu göstər, ismin sonluqlarını göstər. Yəni, bizim artıq qarşımıza nəzəri suallar çıxmır imtahanda. Onu deyəcəyiz ki, Sabinə xanım, bəs onda biz niyə bu nitq hissələrinə ayrı-ayrılıqda baxırıq? Bunun səbəbi var. Çünki bizim qarşımıza uzlaşma sualları çıxa bilir və nitq səhvi sualları çıxa bilir. Və uzlaşma və nitq səhvi sualları da bir-birlərlə çox bağlı olduğuna görə biz ən azından sizinlə bu nitq hissələri haqqında ümumi bir məlumatımız olmalıdır. İndi hər şeydən öncə bizim sizinlə sifətin cinsi, daha doğrusu ismin cinsi haqqında məlumatımız olmalıdır. Значит, bizim isimlərimiz kişi cinsinə, to есть мужской род, женский род və yaxud da средний roda aid ola bilərlər. Sonluq məsələsinə də indi gələcəm. Sonluq məsələsinə gəlmədən öncə yadda saxlayın. İsim əsla və əsla cins dəyişə bilməz. Yəni sizin isimləriniz aiddir ya kişi cinsinə, ya qadın cinsinə, ya da orta cinsə. Mümkün deyil ki, bir isimimiz həm kişi cinsinə aid olsun, həm qadın cinsinə aid olsun və yaxud da sonluq dəyişib kişi cinsindən çıxsın, qadın cinsinə aid olsun. Belə bir şey mümkün deyil. Yəni, siz əgər hər hansısa bir ismin cinsini müəyyənləşdirmək istəyirsinizsə, mütləq ismi kişi cinsinə, ya daha doğrusu ilkin formasına gətirməlisiniz. Məsəl üçün, cümlədə sizin qarşınıza belə bir söz çıxıb. Telefona. Baxın, yazıb. Telefona. Mən də bu sözün cinsini müəyyənləşdirməliyəm. Day düşünmürsünüz, sözün sonunda A var, deməli mənim bu sözüm qadın cinsinə aiddir. Xeyr. Telefona sözü sadəcə və sadəcə hallandırılıb. Əgər onun cinsini müəyyənləşdirmək istəyirsinizsə, nə edirsiniz? Sözü ilkin formasına qoyursunuz. Söz ilkin formasında olacaq telefon. Telefon sözüm nə ilə bitir? Samitlə bitir. Samitlə bitirsə hansı cinsə aiddir? Kişi cinsinə aiddir. Yəni, isimlər cins dəyişə bilməz. Onlar hər hansı bir cinsə aid olurlar. İsmin cinsini müəyyənləşdirmək üçün mütləq və mütləq nə etməlisiniz? Sözü ilkin formasına gətirməlisiniz. İndi kişi cinsinə nələr aiddir? 1. Samitlə bitən isimlərimiz. 2. Baxın, orada qeyd etmişəm. Razno sklanyayımı sуществительное pуть. Pуть yol deyə tərcümə olunur və yadda saxlayın ki, kişi cinsinə aiddir. Və üçüncü olaraq bizim A və yaxud da ya ilə bitən kişi cinsini bildirən sözlərimiz var. Məsəl üçün, papa, dядя, мужчина, юноша, дедушка. Biz atanın kişi cinsinə aid olduğunu bildiyimiz üçün məna olaraq mən onu kişi cinsinə aid edirəm. Yəni, burada artıq biolojik məsələ rol oynayır da, belə deyim sizə. Deməli, ümumləşdirirəm. 3 əsas punkt yadda saxlamalısınız. Samitlə bitən isimlərimiz, pуть, bir də A və yaxud da ya ilə bitən kişi cinsini bildirən sözlərimiz aid olacaq qadın cinsinə. Daha doğrusu kişi cinsinə. İkinci olaraq, xanımlar və bəylər, bilirsiniz ki, bizim məhz znakla bitən isimlərimiz var. Yadda saxlayın ki, məhz znakla bitən isimlərimiz aid olur ya kişi cinsinə, ya da qadın cinsinə. Orta cinsə aid ola bilməzdir.
İndi sual verə bilərsiniz ki, Səbinə xanım, bəs biz hardan biləcəyik ki, bu sözümüz kişi cinsinə aiddir, yoxsa qadın cinsinə aiddir? Əslində xanımlar və bəylər, hallandırılaraq öyrənə bilərik biz bunu, hallandıraraq müəyyən edə bilərik sözümüz kişi cinsinə aiddir, yoxsa qadın cinsinə. Amma nəzərə alsaq ki, biz sizinlə hallandırma keçmirik, mən ona görə sizdən bunu tələb edə bilmərəm. Amma sizə ora bəlli şəkilçilər yazmışam. Məsəl üçün, orada baxın, qeyd etmişəm. Slova na ar. Ar ilə bitən sözlərimiz, məsəl üçün, slovar, kalendar. T ilə bitən sözlərimiz учитель, свидетель. ZD мягкий знак, ЖD мягкий знakla bitən sözlərimiz дождь, гвоздь. BL мягкий знakla bitən sözlərimiz рубль, дубль. Naзвание месяцев, yəni aylar, ilin ayları, yanvar, fevral, mart, aprel fərqi yoxdur. Məhkəz znakla bitdi, bitmədi, hamısı kişi cinsinə aiddir. Və bir çox heyvan adlarımız. Məsəl üçün, medved, lebed. Mötərizədə, baxın, sizdə orada qeyd etmişəm, 6-cı punkt olaraq. Mötərizədə qeyd olunan sözdən başqa bütün heyvan adlarımız aiddir kişi cinsinə. Ona görə hələ ki sonluqlarla yadda saxlamağa çalışın, amma təbii ki, bu sonluqlar olmayan isimlərimiz də var. Onların da onsuz da cinsini mən sizə prosesdə deyirəm. Məsəl üçün, qarşımıza çıxır cin sözü, bilirik ki, artıq kişi cinsinə aiddir. Yəni ki, bu tip sonluqlara aid olmayan sözlərin də cinslərini mən sizə prosesdə deyəcəm. Amma belə sonluqlarla da yadda saxlamağa çalışın ki, ar, tel, zd məhkəz znak, jd məhkəz znak, bl məhkəz znak, ilin bütün ayları, bir çox heyvan adlarımız məhkəz znakla bitən aid olur hansı cinsə? Aid olur kişi cinsinə. Sualınız var? Hə? Xeyr. Aydın olmayan nəsə? Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, biz bunu ümumiyyət qıznak olanların kişi və ya qadın cinsinə aid olduğunu ancaq hallandırmaqla tapmaq olar dediniz. Orada Bəli. nədir? Tio? Родительный biləcəyik. падежа qoyacaqsınız. Məsəl üçün. Və родительный падежdə sonluğunuz əgər i olacaqsa, например, слово помощь давайте возьмем, да? Нет чего помощи. Əgər i olacaqsa sonu qadın cinsinə aiddir. Yox, əgər ya olacaqsa, məsəl üçün, конь, нет кого, коня. Deməli kişi cinsinə aid olacaq. İ ilə bitənlər qadın cinsi, ya ilə bitənlər kişi cinsi. Düzdür? Bəli. Müəllimə, Да. при склонении дождь это будет ничего дождя, да? Да, поэтому это мужской род. Orada olan Spasibo. hamısında sonu ya olacaq. Sadəcə mən sizə hallandırma keçmirəm deyə bilirsiniz də. Yəni ki, o əslində proqramda mövzu olaraq var. Sadəcə vaxtımızı çox alan bir mövzu olduğuna görə və tam bakalavrdan bazası yaxşı olmayan tələbələrə aydın olmayan bir mövzu olduğuna görə mən o hallandırmanı mövzu olaraq keçmədiyimə görə durub sizə tələb edə bilmərəm. Ona görə belə qısaldılmış şəkildə şəkilçilərlə izah edirəm sizə. Хорошо? Oldu müəllimə, oldu. Sağ olun. Sağ olun. İkinci bir məsələ olaraq da gəlirəm женский rod. Deməli, qadın cinsinə nə aiddir? İlkin formasında a və yaxud da ya ilə bitən sözlərimiz aiddir. Məsəl üçün, красота, земля, книга və s. Eyni məhkəz znakla olan məsələ də bura aid olduğuna görə bunun sonluqlarında qeyd etmişəm sizin üçün. Oсть, есть, ist. Məsəl üçün, новость, гордость, мудрость. Məsəl üçün, istlə olan зависть, например, paxıllıq deyə tərcümə olunur. Yeslə olan свежесть, например, qadın cinsinə aiddir. İkinci bir nüans olaraq bizim şipiəşilərimiz var rus dilində. Azərbaycanca səhv etmirəmsə, onlar şullayan samitlər deyirlər. J, ş, ç, ş. Əgər siz j, ş, ç, ş-dan sonra məhkəz znak görürsünüzsə və əgər bu sözümüz isimdirsə, deməli o sözümüz qadın cinsinə aiddir. Məsəl üçün, baxın, mötərizədə qeyd etmişəm. Ночь, дочь, мышь, помощь, вещь. Deməli, J, Ş, Ç, Ş-dan sonra məhkəz znak gördümsə və əgər o sözüm isimdirsə, deməli, həmin o sözüm hansı cinsə aiddir? Qadın cinsinə aiddir. Daha sonra V məhkəz znakla bitən sözlərimiz, məsəl üçün, морковь, любовь, например. T məhkəz znakla bitən bir çox sözlərimiz, мать, например. Slova na pis, P, S məhkəz znak, рукопись, живопись, например. Hamısı aid olacaq hansı cinsə? Qadın cinsinə. Suallarınız var? Vопросы есть? Xeyr. Все понятно? Никаких вопросов?
Хорошо. Deməli, son olaraq qalır orta cinsimiz. Deməli, hər şeydən öncə ondan başlayım ki, orta cinsə ilkin formasında o və yaxud da y ilə bitən sözlərimiz aiddir. Утро, озеро, окно, упражнение, море. Fikir versiniz necə deyirəm, ilkin formasında o və yaxud da y ilə bitən sözlərimiz. Yəni ki, sözün cinsini müəyyənləşdirmək üçün onun hallandırılmış versiyasına yox, sözün ilkin formasına baxmaq lazımdır. Daha sonra xanımlar və bəylər, rus dilində belə bir termin var. 12 разных склоняемых существительных. 12 dənə rus dilində fərqli hallanan isimlərimiz var. Fərqli hallanan deyəndə ki, hallandırma növü olaraq iki fərqli növə aid olduqlarına görə onlara elə deyirlər. Разные склоняемые существительные. Baxın, yuxarıda da sizə qeyd etmişəm, qeyd hissəsində zametka. В русском языке есть 12 разных склоняемых существительных. Это 10 существительных на мя. Baxın, qeyd etmişəm. Время, бремя, вымя, имя, племя, пламя, стремя, семя, знамя, темя. Mya ilə bitən sözlərimiz. Bu sözləri yadda saxlayın. Bunlar qadın cinsinə aid deyillər. Yəni, ya deyil. Aydındır. Время – это слово среднего рода. Daha sonra Put, bir də ditya. Siz də belə yadda saxlamalısınız ki, bu 12 dənə fərqli halınan isimdən 11 dənəsi, yəni 10 dənə mya ilə bitən sözümüz, bir də ditya sözümüz aiddir orta cinsə. Təkrarlayıram. 11 разных склоняемых существительных. 10 слов на мя и ditya aiddir orta cinsə. Put sözümüzsə bayaq da dediyim kimi kişi cinsinə aiddir. Ona görə də orta cinsə nə aiddir deyə soruşulduqda ilkin formasında o və yaxud da y ilə bitən sözlərimiz aiddir. Plus ditya sözümüz də bu cinsə aiddir. Bu kateqoriyaya aid olan, yəni fərqli hallanan sözlərə aid olan bir də put sözümüz var. Put sözümüzsə aid olacaq hansı cinsə? Мужской род, то есть kişi cinsinə. Понятно? Запомнили? Bəli, müəllimə, bəli. Aydın olmayan nəsə var, yoxsa yoxdur? İndi başlayıram. İmя прилагательное. Bayaq da dediyim kimi ayrı bir nitq hissəsi sualı olmasa da bizim sizinlə qarşımıza sifət və ismin uzlaşması deyə bir sual çıxa bilər. Eyni bu sual nitq səhvi olaraq da qarşımıza çıxa bilər. Ona görə də biz sizinlə sifətin sonluqları və isimlə uzlaşması haqqında məlumatımız olmalıdır. Deməli, hər şeydən öncə onu yadda saxlayın ki, isim və sifət təkdə və cəmdə və hallarda və eyni şəkildə cinsdə bir-birləri ilə uzlaşırlar. Yəni, əgər sizin istifadə etdiyiniz isim kişi cinsindədirsə, deməli, onunla istifadə etdiyiniz sifət də kişi cinsində olmalıdır. Və yadda saxlayın ki, sifət kişi cinsində i və yaxud da oy şəkilçilərini qəbul edir. Məsəl üçün, большой, молодой, хороший, добрый kimi. Qadın cinsində aya və yaxud da yaya sonluqlarını qəbul edir. Məsəl üçün, хорошая, добрая, синяя. Sredni rod, yəni orta cinsdə o, y və yaxud da y sonluqlarını qəbul edir. Məsəl üçün, хорошее, доброе, солнечное, oye. Və son olaraq da cəm formasında ola bilər. Cəm formasında isə y və yaxud da iy sonluğunu qəbul edir. Məsəl üçün, красивые, хорошие, добрые, большие, молодые və s. Yəni, mən sizə bunu niyə xatırladıram? Əgər isiminiz kişi cinsinə aiddirsə, onunla uzlaşdırdığınız sifət də kişi cinsinə aid olmalıdır. Təkdədirsə, təkdə olmalıdır. Hansı halda istifadə olunursa, eyni halda aid olmalıdır. Yəni, isim və sifət bir-birləri ilə həm cins məsələsində, həm tək və cəm məsələsində, həm də hal məsələsində bir-birləri ilə uzlaşırlar. Yəni, isim və sifətin uzlaşmasını bizim qarşımıza nitq səhvi olaraq çıxarda bilərlər. Ona görə bu uzlaşmanı yadda saxlayın. İndi ikinci olaraq, xanımlar və gələm, substantivləşmiş sözlərə. Biz bundan öncə sizinlə baxdığımız sınaqlardan birində, hətta bir dərsi mən demək olar ki, bir 40 dəqiqəsini ona ayırmışdım. Bizim bir sualımız var idi. Xatırladacağım indi o sualı sizə. Şərtində mənə deyir ki, укажите слова, которые употребляются и как существительные, и как прилагательные.
Yəni bu arada o tip sual qəbulda da var idi keçən il. Deməlidir ki, mənə həm isim, həm də sifət kimi istifadə olunan söz göstərin. Bu nə deməkdir? Yəni mənə deyir ki, bir sözümüz var. Məsəl üçün elə orada baxın, birinci sözümüz var, orada помещение, otaq və yaxud da məkan bildirən sözlərimizdən приёмная sözü var. Приёмная sözümüz həm isim, həm də sifət kimi istifadə olunur. Soruşa bilərsiniz ki, Zəminə xanım, o nə deməkdir? Yəni ki, mən bir kontekstdə həmin o sözü isim kimi istifadə edə bilərəm. Məsəl üçün, deyə bilərəm ki, у врача большая приёмная. Həkimin böyük qəbul otağı var. Baxın, hal-hazırda приёмная sözümüz qəbul otağı deyə tərcümə olunur. Правильно? Что приёмная какая большая? Necə qəbul otağı, böyük qəbul otağı. Amma məsəl üçün desəm приёмная дочь, приёмный сын. Necə tərcümə olunacaq? Приёмная дочь, приёмный сын. Övladlığa götürülmüş mənasında. Правильно? Yəni ki, görürsüz, birinci olaraq mən onu isim olaraq istifadə elədim. İkinci kontekstdə isə mən onu sifət olaraq istifadə elədim. Yəni, həm isim, həm sifət kimi istifadə oluna biləcək sözlər tələb olduğu zaman bizdən, necə deyim, bu elə sözlərdir ki, onları da sizin üçün bura yazıb qeyd etmişəm. Və yaxud da aralarında elə sözlərimiz var ki, onlar artıq tam şəkildə substantivləşib. Yəni, nə deməkdir bu? Baxırsan, söz çox sifətə oxşuyur. Məsəl üçün, запятая sözümüz. Запятая necə tərcümə olunur Azərbaycan dilinə? Vergül. Əgər sözün sonluğuna baxsam, məsəl üçün, запятая və yaxud da partnoy dərzi deməkdir. Sözün sonluqlarına baxsaq, mənə çox sifəti xatırladır. Oy, ayada belə deyək. Amma bu sözlərimiz artıq tam şəkildə isimləşiblər. Запятая, vergül deyə tərcümə olunur. Partnoy dərzi deyə tərcümə olunur. Yəni mən bu sözləri qrammatik tərəfdən baxanda sifətə oxşuyursa belə, leksik mənası olaraq isim olaraq istifadə olunur. Yəni bu tip sözlər bizim qarşımıza iki variantda çıxa bilər. 1. Həm isim, həm sifət kimi istifadə olunan sözlər tələb oluna bilər sizdən. 2. Ancaq tam isimləşmiş, yəni ancaq isim kimi istifadə olunan sözlər çıxa bilər qarşımıza. Ona görə burada olan sözlər paronimlərdən sonra öyrənilməli olan ikinci sözlərdir. Demirəm sizə əzbərləyin, amma ən azından göz yaddaşı olaraq yadda saxlayın ki, baxın, bu sözlər isim olaraq da istifadə oluna bilər, sifət olaraq da istifadə oluna bilər. Və yaxud da tam şəkildə isimləşmiş sözlərimiz ola bilər ki, mən sınaqlarda da qarşıma çıxanda mütləq isə deyəcəm, izah edəcəm, yazdıracam, amma yenə də kitabdan oxumağınız məsləhətdir. Ən azından göz yaddaşı olaraq bu mövzuda həmin o sözün olduğunu bilməlisiniz. Məsəl üçün, bizim keçən uşaqlarımızdan, qəbulda yazan uşaqlardan çoxsu deyirdi ki, müəllimə, heç mən orada o sözün tərcüməsini bilmirdim. Yəni, imtahanda düşmüşdü o sal. Dedim, müəllimə, prosta bilirəm ki, kitabda o söz var. Yəni, ən azından göz yaddaşı olaraq bu adam yadda saxlayıb ki, bax, bu mövzuda bu söz var idi. Tərcümə ilə əzbər şəkildə öyrənməyinizə də o qədər ehtiyac yoxdur. Amma bilin ki, bax, burada bu söz var idi. Ona görə bu mövzu mütləq və mütləq öyrənilməli, çünki imtahanda düşə biləcək mövzudur. Aydındır? Bəli. Хорошо. Nəsə sualınız və yaxud da aydın olmayan, qaranlıq qalan nəsə nüans var? Xeyr, məndə. Хорошо. Отлично. Deməli, indi gəlirəm nitq səhvi olaraq qarşımıza çıxa biləcək bir digər sualımıza. Это имя числительное, yəni ki, daha doğrusu say, amma ayrı şəkildə yox da, təbii ki də isimlə uzlaşması. Deməli, sayın nə olduğunu bilirik. Eyni Azərbaycan dili qrammatikasında olduğu kimi də heç oralara girmirəm. Amma xanımlar və bəylər, bizim bəzi saylarımız var ki, hansılarının ki, isimlə uzlaşmasını biz sizinlə mütləq bilməliyik. Niyə? Çünki bir digər məsələsi bizə nitq səhvi olaraq qarşımıza çıxa bilər və əgər təbii ki də biz bunu bilməsək, o bizə biraz çətinlik yaradacaq. İndi birinci sayımız это числительное 1. Deməli, числительное 1 eyni sifət kimi təkəcəmə, cinsə və hallara görə dəyişə bilir. Yəni ki, bizim sadəcə 1 yox, form olaraq var. Adna, hansı ki özündən sonra, deməli, 1 özündən sonra kişi cinsini tələb edir. Например, baxın, yazmışım burada, 1 dom. Adna özündən sonra женский rod tələb edir, одна девушка. Adno özündən sonra orta cins tələb edir, одно утро. Adni özündən sonra ancaq cəmdə olan isimləri istifadə edirik. Baxın, bizim ancaq cəmdə olan isimlərimiz var. Например,
Каникулы, sutki, не знаю, nojniцы, varota, брюки. Yəni o isimlərdən söhbət gedir ki, hansılar ki, təkdə istifadə olunmur. Bu arada həmin o isimlər haqqında da mən həmin o dediyim dərsdə izah vermişəm. Xahiş edirəm diqqətli şəkildə gedib o bayaq dediyimə müdərsinə mütləq baxın. Tapıb onu bir də göndərəcəm sizə. Bax orada həmin o isimlər haqqında məlumat vermişəm. Girib bir dəfə də baxarsınız, yadınıza düşsün. Одни sutki, например. Deməli, elə sözlərimiz var ki, onlar təkdə istifadə olunmur və bizim uzlaşma məsələmiz düzgün olsun deyə bizim bir dənə belə sayımız var, adni. Hansı ki, ancaq cəmdə olan isimlərlə istifadə olunur. Adin, demək, təkrarlayıram, həm təkdə və cəmdə, həm cinsdə, həm də hal məsələsində isimlə tam şəkildə uzlaşır. Bu belə. Gəlirəm dva. Dve məsələsinə. Два özündən sonra мужской род və средний rol tələb edir. Две özündən sonra tələb edir женский rod. Например, два дома. Baxın, дома qadın cinsi deyil ha. Dom kişi cinsinə aiddir. Sadəcə два ilə uzlaşdığına görə dəyişir. Eyni şəkildə две подруги, например. Подруга hansı cinsə aiddir? Qadın cinsinə aiddir. Ona görə də bu iki qaydanı yadda saxlayırıq. İndi gəlirəm üçüncü bir məsələyə. Bu собирательные и числительные. Rusça biz bunlara, daha doğrusu Azərbaycanca bunlar topluluq bildirən sayılar deyə tərcümə olunur. İnşallah yəni elə tərcümə olunur, düzgün tərcümə edirəm. Deməli bu nədir? Məsəl üçün, bu arada yadda saxlayın, bunların sayı o qədər də çox deyil. Birinci topluluq sayıları dediyimiz zaman ilk öncə ağlımıza gəlməlidir oba, obe. Oba, obe qaydası kimin yadındadır? Tərcüməsi nədir? Nə zaman istifadə edirik? Oba мужской родdan istifadə edirdik, oba женский родdan. Молодец, хорошо. Серое вещество работает. Əla. Başqa? Obе, daha doğrusu onun hallandırılmış versiyaları yadımızdadır. Обоих, обеих. Все хорошо. Все хорошо. Обоими. Отлично, да. Eyni şey onların hallandırılmış versiyalarında aiddir. Azərbaycan dilinə hər ikisi deyə tərcümə olunur. Bu, oba, mужской rod, средний rod tələb edir özündən sonra. Obе də женский rod tələb edir. Deməli, topluluq bildirən isimlər, daha doğrusu topluluq bildirən sayılar dediyimiz zaman ilk olaraq budur. İkinci olaraq gəlir bu qlamurka qızlarımız. Niyə mən bunlara qlamurka qızlar deyirəm? Çünki çox kaprizli sayılardır. Baxın, orada böyük böyle şriftlə qeyd eləmişəm. Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Deyəcəksiniz ki, Sabidə xanım, dva ilə dvoyanın fərqi nədir? Niyə biz bunu bir ayrı sayı olaraq istifadə edirik? İzah edirəm, niyə istifadə edirik? Ümumiyyətlə, adından da bəlli olduğu kimi, əgər biz двое, трое, четверо, пятеро, yəni bu sayıları istifadə ediriksə, deməli orada istifadə etdiyimiz predmetləri bir topluluq olaraq bildiririk. Yəni dva ilə dvoyanın fərqi bir tək ondadır ki, dva miqdar olaraq göstərir. Məsəl üçün, dve kniги ki, ayrı kitabı bildirirəm. Amma dvoya istifadə etdiyim zaman o göstərdiyim bir topluluq olmuş olur. Bir ümumi bir topluluq olaraq bildirirəm onları. Tək fərqi bundadır. Aydındır? Bəli. Все, отлично. Mən zəhmət olmasa двое, трое topluluq deyirsəz, misal verə bilərsiniz? İstifadə misalını verim. Bəli. Öncə gəl baxaq nə ilə istifadə oluna bilərsə, sonra misalını da verəcəm. Aha. Хорошо. İndi niyə biz bunlara qlamurka qızlar dedik? Çünki dedim, bayaq da dediyim kimi kaprizlidirlər. Yəni ki, hər şeyi özündən sonra istifadə etmirlər. Niyə? Nədir məsələ? Hər şeydən öncə birinci olaraq, əsas qayda olaraq yadda saxlayırsınız. Bu sayılardan sonra əsla və əsla qadın cinsi və orta cinsdə istifadə olunan sözlər gələ bilməz. Allah eləməsin. Qarşınıza çıxdı birdən. Deyir ki, двое подруг. Gördün və yaxud da deyirəm. Трое учениц. Не знаю там. Ne olsun başqa? Пятеро студенток. Gördün, səhvdir. Niyə? Üzülürsən. Niyə? Çünki женский Çünki rodda. ученица, студентка, подруга, hansı cinsə aiddirlər? Qadın cinsinə. Все, olmaz. Bu cinsdən, yəni bu sayılardan sonra qadın cinsi gördün, orta cinsi gördün, avtomatik olaraq variantı silirsən. Çünki belə istifadə etmək olmaz. Понятно?
Bu bir. Bunlar olmaz. Nə olar? Deməli, baxın, aşağıda görürsüz yazmışam, ən aşağıda. Niyə сочетаются, istifadə olunmurlar. Birincidə сочетаются. Deməli, ən əsas olaraq niyə сочетаются da yadda saxlamalı olduğunuz məsələ birincisi, yəni ki, kişi, daha doğrusu qadın və orta cinslə istifadə olunmamağıdır. İkinci bir variant olaraq nə ilə istifadə olunur yadda saxlayın, digər hər şey zaten səhv seçilmiş olacaq. Aydındır, səhv olmuş olacaq. Deməli, bir, kişi cinsini bildirən sözlərlə. Bax, məsəl üçün, Troye uçnikov qeyd etmişəm ora. Siz mənə deyin görüm, uçnik sözüm hansı cinsə aiddir və nəyi bildirir? Мужской род, Bəli. единственное число. Все, хорошо. Uçnik Uçnik. şagird deməkdir və mən uçnik dediyimdə artıq bilirəm də söhbət kimdən gedir, düzdür? Kimdən gedir söhbət? Oğlandan söhbət gedir. Oğlan tələbədən, oğlan şagirddən söhbət gedir. Düzdür? Və yaxud da deyirəm məsəl üçün, Пятеро futbolistov. Futbolist kimdir? Futbolçu oğlan. Mən bilirəm ki, söhbət kişi cinsindən gedir. Bax, biri var qrammatik olaraq kişi cinsi, bir də var ki, biolojik olaraq kişi cinsini bildirən sözlərdən söhbət gedir. Aydındır? Deməli, kişi cinsini bildirən sözlərdən əgər varsa, deməli, onlardan istifadə edə bilərsiniz. Bəli. Трое учеников da düzdür. И Три три ученика. ученика тоже. Bəli, bəli, ikisi də İkisi də düzdür. düzdür. Sadəcə biri topluqla bildirirsən, birini sadə bildiyimiz miqdar sayı. Bu da ikisi də əslində 3 də, troy da ikisi də miqdar sayılarıdır. Sadəcə bir topluluq bildirir, biri bildirmir. Bəs sana. Yaxşı, iki variantı da düzgündür. Bax, mən mötərizdə yazmışam da, 3 uçnika. Bəli. İkisi də düzgündür, deyə bilərsən. Amma məsəl üçün, dve podrugi Bu deyə bilərsən. cümlədən mənaya görə dəyişir, deyil mi? Bəli, sadəcə troy uçnikov bir topluluğu bildirir. Aydındır, bir ümumi topluluğunu bildirir. Məsəl üçün, amma qarşına çıxsa dvoye podruq və dve podrugi, bax, dve podrugi Səhvdir. düzdür, amma dvoye podruq səhvdir. Хорошо? Səhvdir. Yəni ki, deyir ki, dve podrugi deyə bilərsən də. Yəni sən iki rəfiqəni bildirmək istəyirsənsə, denən dve podrugi. Хорошо? Понятно? Всё. Bu bir. İkinci olaraq nə ilə istifadə edə bilərsən? Bax, iki yazmışam. Обозначающими детей и детенышей животных. Uşaqlar, например, bu sözlərimiz var. Rебята, дети. Bu sözlərlə istifadə edə bilərsiniz. Və heyvanlar, heyvan balaları ilə. Məsəl üçün, mən yazmışam. 7 детей. 10 медвежат. Медвежонок kimdir? Медвежата это кто? Кто такой медвежата? Ayının balaları. Поросята, медвежата, котята. Bu tip sözlərlə, baxın, heyvanların özləri olmaya bilər ha. Heyvanların balaları ilə istifadə edə bilərsiniz. Хорошо? Məsəl üçün, deyə bilməzsiniz dvoye koşak. Çünki koşka qadın cinsidir. Amma məsəl üçün deyə bilərsiniz dvoye котят. Çünki котенок sözümüz pişiyin balasından söhbət gedir. Aydındır? Onu deyə bilərsiniz. Üçüncü olaraq, bayaq da dediyim kimi bizim həmişə cəmdə istifadə olunan isimlərimiz var, düzdür? Və əgər bir isim həmişə cəmdə istifadə olunur və mən onu saya bilirəmsə, məsəl üçün, gəlin götürək qayçı sözünü. Qayçı sözümüz hansı cinsə aiddir? Qadın. Ya, daha doğrusu, Nojaçı. sorry, hansı cinsə aiddir? Səhv. Множественное Çünki число. cinsə, nojniцы. Всегда во множественном числе. Baxın, səhv dedim, onların cinsi müəyyənləşmir. Həmişə cəmdə olan sözlərin cinsi müəyyənləşmir, aydındır? Nojniцы. Mən 5 qayçı deyə bilərəm, 10 qayçı deyə bilərəm. Yəni, mən bu əşyanı saya bilərəm də, düzdür? İsim həmişə cəmdə olub və siz onu saya bilirsinizsə, məsəl üçün, troye nojnic, dvoye sani, sani bildiyimiz xizək və yaxud da четверо ворот. Varota darvaza deməkdir. Darvazanı da saya bilərsiniz. Deməli, həmişə cəmdə olub sayıla bilən isimlərlə də istifadə oluna bilər. Aydındır? И ножницы тоже можем, да, Три сказать? ножницы тоже, да, но правильно, лучше было бы трое ножниц. Хорошо, три ножницы deyə bilərsiniz. Bəli. Daha sonra, baxın, ondan bir tık aşağıda var обозначающими парный предмет. Mən o dərsdə də izah etmişəm. Bizim cüt bildirən cüt əşyalarımız var da. Например, сапоги, перчатки, серьги, например, sırğalar, düzdür? Görürsünüz, cüt əşyalardır. Cüt əşyalarla da istifadə edə bilərsiniz. Dvoye sapog da deyə bilərsiniz. Baxın, orada yazmışam dvoye sapog, amma mötərizəni açmışam dve pari sapog. Ya dvoye sapog deyəcəksiniz, ikisini bir topluluq olaraq bildirəcəksiniz. Və yaxud da deyəcəksiniz iki cüt sapog.
Ya deyəcəksiniz трое перчаток, 3 əlcək. Və yaxud da deyəcəksiniz 3 pары перчаток. Aydındır? Ona görə bunlarda biraz diqqətli olun. Daha sonra Bəli. общий род. Общий род nədir? Bizim elə sözlərimiz var ki, biz onları məna olaraq həm kişi cinsinə, həm də qadın cinsinə aid edə bilərik. Bilirsiniz bunlar nədir? Məsəl üçün, gəlin götürürəm belə bir söz. Tranjira. Bilirik kimdir tranjira? Və yaxud da plaksa, Sonya. Kimdir plaksa? Sözdən biraz bəlli olmalıdır. Plaksa. Çox Ağlayanda ağlayan belə, insan, hə, bəli. ağlayan. Sonya məsəl üçün çox yatan insan. Yuxulu. Tranjira, Ha, yuxulu deyil, çox yatan. Məsəl üçün, ya тоже Sonya, çox yatmağı sevənəm. yatar. Cəmi 6 saat yatan mən. Хорошо, plaksa məsəl üçün mən çox ağlayan insanam, məsəl üçün deyirəm də. Tranjira, например, o da mənəm, çox pul xərcləyən insan. Хорошо? Və bu tip sözlərimiz, bunlar daha çox insanın xarakterini bildirən sözlərdir və fikir verirsə çox belə neqativ mənada istifadə olunan sözlərdir. Baxın, ябеда, например, xəbərçi insana deyirlər. Невежа var, невежда var. Məsəl üçün səliqəsiz insanlar var, cahil insan var məsəl üçün. Yəni ki, bunlar daha çox insan xarakterini bildirən sözlərdir və siz onları kişi cinsi ilə də, qadın cinsi ilə də istifadə edə bilərsiniz. Məsəl üçün deyə bilərsiniz Sabina tranjira. Deyə bilərsiniz, məsəl üçün deyirəm, Farid tranjira. Yəni, görürsünüz, kişi cinsi üçün də istifadə edirik bir sözü, qadın. Sirata, например, sirata yetim deməkdir də. Məsəl üçün, sirata deyə də bilərsiniz, qadın cinsi üçün də, kişi cinsi üçün də. Zabiyaka, например, nadinc insanlara deyirlər, məsəl üçün. Bu tip sözlərimiz var. Bu tip sözlərimizlə də o topluluq bildirən sayılarımız istifadə oluna bilər. Aydındır? Və son olaraq nas, vas, ix местоимениyalarımız var, əvəzliklərimiz var. Məsəl üçün, нас было 5, их было 2. Bu tip sözlər qarşınıza çıxsa əgər, bu tip daha doğrusu bu tip əvəzliklərlə istifadə olunan cümlələr qarşınıza çıxsa, их 5, вас 2, нас 4 qarşınıza çıxsa, bu tip cümlələrimiz düzgün hesab olunur. Всё понятно? Amma gərək bir dəfə mütləq oxuyasınız bu mövzunu, mütləq bir dəfə baxasınız, buna da baxırsınız. Əlavə olaraq bundan bir dəfə də bu mövzunu izah eləmişdim, bir dəfə də ona baxacaqsınız. Qaqras orada sual üzərində izah eləmişəm, o dərsi tapıb göndərəcəm sizə, baxın ona mütləq. Yaxşı? Müəllimə, невежа və невеждан переводları nə idi? Deyim. Bax, невежа это от слова невежливый, грубый. Хорошо, tərbiyəsiz də hətta. Невеждан da cahil. Nevejda da cahil, bəli. Güzel. Хорошо? Elə yadda saxla. Başqa aydın, amma təkrarlayıram, bir dəfə də bu kitabdan oxuyursunuz, bir dəfə də o dərsə baxırsınız. Baxmasanız bu sizin çətin yadınızda qalar. Çünki bir bunların Azərbaycanca qarşılığı yoxdur. İki də biraz kaprizni sayılardır da, ona görə onu da bilməyiniz rahatdır. Amma baxın, nitq səhvi olaraq, baxın, rus kisakda da bilirsiniz bu nə qədər çox düşür nitq səhvi olaraq. Demək olar hər il olurdu. Ona görə sizin də miqlərə də eyni şəkildə. Deməli, sizin də qarşınıza çıxma ehtimalı çoxdur. Ona görə diqqətli olun və mütləq bu mövzuya baxın. Хорошо? Все понятно. Müəllimə, bu neçə bundan sonraki bənd var, hansılar ki, Bəli. Onu onları da məndən sizə məsləhət. Bunu sadəcə bilirsiniz niyə yazmışam. Əslində onu yazmamaq fikrim var idi birinci. Siz ilk olaraq yadda saxlayırsınız ki, qadın cinsi və orta cins olmaz. İkinci olaraq nələr olar onlara baxırsınız. Bu üçüncü versiyanı sadəcə bir dəfə oxuyun, üzərindən keçin. Yadda saxlamağa ehtiyac yoxdur. Onsuz da nə ilə istifadə olunduğunu yadda saxlasanız, nə ilə olunmayacağı avtomatik olaraq bilinəcək. Sadəcə bəzən qarşılıqlar yarana bilir. Onu sırf ona görə yazmışam ki, bu olmayacaq. Bu olacaq, bu yoxdur. Onu sadəcə bir dəfə üzərindən keçin, oxuyun. Yaxşı, всё. Başqa heç nə lazım deyil. Bəli, müəllimə, oldu. Bir də 1-2-də o Одни sutki sözündən sonra olan söz var, одного dня. Da. Bu necə tərcümə? Bir günün, onu sadəcə niyə yazmışam? Bax, orada qeyd eləmişəm, axı падеж məsələsini, hal. Hallandırma da göstərmişəm sadəcə. Одного dня, bir günün deyə tərcümə olunur. Bax, orada tək cəmi var. Görün, cins məsələsi var. Sadəcə hallandırma da göstərmək üçün yazmışam. Aydındır, müəllimə, aydındır. Oldu. Başqa nəsə sualınız, çətinlik çəkdiyiniz nəsə varsa, buyurun. Нет? Müəllimə, bir də mətnlərdən hansı mətnə qədər işləyirik? Sınaq vermiş.